Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə ev şəraitində düymə qəndin hazırlama qaydasını göstərirəm. Əvvəlcə sini bir qaba şəkər tozu əlavə eləyirik. Sonra üzərinə oxlovun arxa hissəsi ilə yuva formasında izlər qoyuruq. Qazana şəkər tozu, su və albalı dadlandırıcısı əlavə edib qarışdırırıq. Yəni, çox məsləhətlidir dadlandırıcı, qəşəng qoxusu olur. Baxın, şərbətimiz qaynayır və burada biz fikir veririk, hələ də şərbətimiz durudur. Qatılaşana qədər qaynadacağıq. Tez-tez də qaşıqla yoxlayırıq, nəzarət eləyirik. Fikir verirsiniz, damcı süzüləndə ağır süzülür. Baxın, damcılar ağır-ağır süzülür. 2-3 dəqiqədə qaynadırıq, sonra qazı söndürürük. Əziz izləyicilər, bax bu hissəsində biraz əlimiz sürətli olmalıdır. Yemək qaşığıyla yuva forması elədiyimiz üçün şərbətə əlavə eləyəndə öz formasını alır. Bütün sini qabda yuvaların hamısını doldurduq. Saata baxırıq, tam 10 dəqiqə gözləyirik. On dəqiqə ona görə gözləyirik ki, forma özünü tutsun, bərksin, həm də soyuq olsun. Görün necə gözəl alınıb. Baxın əzizlərim, burada bərk sıxıram. Yenə görsün necə qəşəng bərkiyibdir. Çox məsləhətli reseptdir. Əziz izləyicilər, burada yenə qazana şəkər tozu, su, dadlandırıcı və qida boyası əlavə elədim. Birinci hissədə mən şəffaf qənd hazırladım. İndi isə qida boyasından bənövşəyi rəngdən az miqdarda əlavə elədim, şərbətə qarışdırıram. Yenə də qatılaşanda, yəni ən əsası şərbətimiz mütləqdir ki, qatı olsun. Gördünüz ki, damcı ağır süzülür. Bilin ki, yəni hazırdır. Onda 2-3 dəqiqədə mən qaynadıram, söndürürəm. Sonra tez-tez qaşıqla yuvaları doldururuq. Görün necə gözəl alınıb. Məsləhətdir ki, qida boyasından az miqdarda istifadə edəsən, onda daha qəşəng görsənir. Videonun alt bölümündə resepti yazacağım, siz oradan istifadə eləyərsiniz. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə, like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.